Salam, bugün mən sizə növbəti video dərsimizdə Şimali Qafqaz dil ailəsinə daxil olan xalqlar, Abxaz, Adıgey xalqları, dil qruplarına daxil olan Abxazlar, Adıqlar, Çərkəzlər və Kabardinlər haqqında məlumat verəcəyəm. Abxazlar Şimali Qafqazda xalq, dilləri Abxaz dilidir. Burada məşhur şəxsləri ətraflı göstərilir, adları qeyd olunur. Ümumi sayları 200 min 600 min arasındadır və yaşadıkları ərazilər Türkiyə, Abxaziya, Gürcüstan, Rusiya, Suriya, Almaniya, Ukrayna ərazisində yaşayan Abxazların sayları qeyd olunur. Dili Abxaz dili, Türk dili, Rus dili, Gürcü dili, dini xristianlıq, pravoslav, qohum xalqlar, abazalar, ubıxlar, adıgeylər. Ümumiyyətlə Abxazlar Abxaz Adıgey xalqlarından biri. Yəni Abxaziyanın əsas əhalisidir. Abxaziyada sayları 91,2 min nəfərdir. Yəni bu say dəyişə də bilir. 95-ci il məlumatlarına görə Rusiyada və Türkiyədə, həmçinin Ərəb ölkələrində də yaşayırlar. Ümumi sayları 140 mindən çoxdur. 2000-ci ilin məlumatlarına əsasən Abxaz dilində danışırlar və Abxazların əcdadları Qafqazın Qaradəniz sahillərinin qədim sakinlərindən olmuşlar. Bəzi mülahizələrə görə Abxazların etnogenezində eradan əvvəl 3-2 minilliklərdə Kiçik Asiyadan bu əraziyə gəlmiş əhali qrupları iştirak etmişlər və əkinçilik, bağçılıq və maldarlıqla məşğuldurlar və dindarları müsəlman və xristiandırlar. Milli geyimləri burada göstərilir. Qaraçay-Çərkəz Respublikasındakı adıqlar, Rusiyadakı adıqların Qaraçay-Çerkeziya bölgəsində yaşayan hissəsi 2010-cu ildə Rusiya Federasiyasında aparılmış rəsmi əhali siyahıya alınmalarının yekunlarına əsasən sayları 70 mindən artıqdır və onlardan çoxu Qaraçay-Çerkeziyanın 17 aulunda yaşayırlar. Burada yaşayan Çərkəzlərin əksəriyyəti Kabardin Besleney klanındandır.
və 19-cu əsrin ikinci yarısında sürgün edilmişdir. Ümumi sayları 73.184 nəfərdir və yaşadığı ərazilər Rusiya Federasiyasıdır. Dili Adıq dilinin Kabardin dialektidir və dini Sünni İslam dinidir, təriqətidir və qohum xalqlar, digər adıqlar. Çərkəzlər adıqlar Şimali Qafqaz dili ailəsinə bağlı xalqdır. Kabardalılar veya Kabardinlər veya Şərqi Çərkəzlər və əsasən Kabarda-Balkariyanın şimal və şimali şərqində yaşayan xalqdır. Bir qismi yaxın şərq ölkələrində, Türkiyə, İordaniya, Suriyada yaşayırlar və Kabarda-Çərkəz dilində danışırlar. Dindarları müsəlmandır. Rusiya, Ukrayna, Qazaxıstanda yaşayan Kabardalıların sayları qeyd olunur. Dilləri Kabarda-Çərkəz dilidir. Qohum xalqlar Çərkəzlər, Adqeylər
və Şapsuqlar. Və xəritə ilə yerini göstərək. Qaradəniz ərazisində, baxın burada daha aydın göstərilir. Qaradəniz və Qaradəniz sahillərində həm Gürcüstan ərazisi, həm də Rusiya ərazisi. Fikir versək, Kabarda-Balkarlar Rusiya ərazisi, Qaracay-Çərkəzlər Rusiya ərazisi, Adıgeylər Rusiya ərazisidir. Və növbəti video dərslərdə demək digər xalqlar haqqında məlumat verəcəyəm. Baxın, bu xəritədə daha aydın göstərir. Abxazlar, Adıgeylər və digər xalqlar. Keçən video dərslərdə kalmıklar haqqında ətraflı məlumat vermişdim. Xəritədə yerini göstərək. Rusiya ərazisindədir həmən xalqlar. İnguşetiya, İnguşlar, Çeçenlər və Dağıstanlılar. Bu da aydın göstərilir, ona görə daha ətraflı göstərirəm. Lazlar, fikir versək, Megrellər, Abxazlar, Svanlar, baxın bu ərazidə. Və Cənubi Osetiya, Şimali Osetiya Rusiya ərazisindədir. Kabarda-Balkar, Qaracay-Çərkəz, Adıgeylər. Burada daha aydın göstərilir.